Bizim cəmiyyət sual verməyə bacarmır. Biz cavaba qaçırıq. Hamı fikir verirsə, hər şeydə cavab axtarır. Heç görmürsüz kimsə desin ki, mən falan sualın cavabını bilmirəm. Yox, hamı cavabları bilir. Amma əslində sualları düz vermək lazımdır. Bizim beynimiz düzgün suallarla sənə istənilən cavabı verə bilir. Məsələn, deyək ki, mənim dostumdur, görürəm ki, qarnı var, artıq çəkisi var. Deyir Orxan, mən niyə kökəlirəm? Deyirəm, səncə beynin nə dedi? Deyəcək, çünki vəhşi kimi yeyirsən. Ən azı belə də sadə cavab. Amma sən sualı dəyişə bilərsən. Deyə bilərsən ki, mən necə edə bilərəm ki, hər gün öz çəkimi daha da azaldım. Sualı dərinləşdirə bilərsən ki, mən necə edə bilərəm ki, hər gün çəkimi daha da azaldım və üstəlik prosesin özündən də həzz alım. Görürsən hansı cavablar gələcək. Deyəcək get tenis oyna, ping-pong oyna və s. Ona görə də sual vermək qabiliyyəti üzərində işləmək lazımdır ki, sənin cavabların rahat gəlsin. Biz isə cəmiyyət olaraq cavablara qaçırıq. Məsələn, bu yanlış suallardan birini verim. Deyir İran güclüdür yoxsa ABŞ? İran qalib gəldi yoxsa ABŞ qalib gəldi? Şərtdir ki, kimsə qalib gəlsin. Müharibələrdə bir tərəfdə qalib olmur. Ola bilər ki, hər iki tərəf qalib gəlsin. Hətta kənar güclər də qalib gələr. Amma sualı sən ayrı cür versəydin, daha effektiv versəydin, onda daha yaxşı cavablar gələ bilər. Mən həyatda sevdiyim çoxsaylı suallar var. O sualların mən siyahısını hazırlayıram müxtəlif sahələrdə. Onları rəndələyirəm, üzərində işləyirəm. Məsələn, mən bir sual verə bilərəm ki, o sənin həyatına çox kömək edə bilər. Əgər bir işdə ilişmisənsə, deyək ki, hansısa bir layihədə ortada qalmısansa, irəli gedə bilmirsənsə, bir neçə sual var ki, ona verə bilərsən. Onlardan ən sadəsi budur. Bu işdə irəli getmək üçün növbəti hərəkət nədir? Bilirəm, bəsit sual oxşayır, amma elə bu suala cavab versən, növbəti gözlə görünən fiziki hərəkət, yəni onu xəyalında görə biləcəyin hərəkət. Bax bir dənə özün düşün, idman zalına niyə getmirsən? Əslində girəndə ləzzət edir də. Və idman zalına getmək üçün yazılmaq üçün növbəti hərəkət nədir? Deyə bilərsən ki, zala getmək. Əslində növbəti hərəkət ayrısı ola bilər. Sən zala niyə getmirsən? Yaxşı, ora getmək üçün növbəti hərəkət nədir? İngilis dili kursuna niyə getmirsən? O kursa getmək üçün növbəti gözlə görünə bilən fiziki hərəkət nədir? Sən onu gözündə görsən, bu hərəkəti düzgün tapsan, demək olar ki, o işə edəcəksən. Və mən sənə bir məlumatı çatdırırım ki, çox vaxt ilkin cavab səhv olur. Mən fikir vermişim, əvvəlində o sualın cavabı 2-3 dəqiqə gəlir, amma ustalaşdıqca bu suala daha yaxşı cavab verə bilərsən. Ona görə də sual elmi, sual vermə bacarığı üzərində işləməyin çox vacibdir.